Gözəl yaşlanmaq üçün yeni pəhriz növü təsdiqlənib. 100 min nəfərin iştirak etdiyi 30 illik tədqiqat daha çox üstünlük verilməli olan dəqiq məhsulları müəyyən edib. Həmçinin ömrü azaldan məhsullar da açıqlanıb. Nəticələr Nature Medicine jurnalında dərc olunub. Tədqiqat zamanı alimlər uzun müddət 8 pəhriz planına riayət etməklə ultra işlənmiş məhsulların istehlakı ilə sağlam yaşlanma arasındakı əlaqəni araşdırıb. Tədqiqatda 105 min 15 nəfərin məlumatları təhlil edilib. 30 il ərzində 9771 nəfər sağlam yaşlanma nümunəsi göstərib. Bütün iştirakçılar arasında 37,9% 70 ildən çox yaşayıb. 22,8% 11 xroniki xəstəlikdən azad olunub. 33,9% koqnitiv funksiyalarını, 28,1% isə fiziki funksiyalarını qoruyub və 26,5% psixoloji sağlamlıqlarını qoruyub. Nəticələrə əsasən məlum olub ki, bitki əsaslı qida maddələri baxımından zəngin pəhrizlə yanaşı az miqdarda sağlam ət məhsullarının, o cümlədən az yağlı süd məhsullarının istehlakı sağlam yaşlanmaya əhəmiyyətli dərəcədə təsir göstərir. Gələcəkdə bu pəhriz qidalanma üzrə tövsiyələrə rəhbərlik edə bilər.